Aleyküm dostlar. Bugün sizlerle birlikte AFC 25 oyununu oynayacağıq. Bu oyunda gördüğünüz kimi yeni güncellemeler gəlib. Məsələn, Aqua vs Inferno. Yəni fərqli modlar gəlib, yeni güncellemeler gəlib. Və bu gün də elmasım çoxdur. Bunu xərcləməyi düşünürəm sizlərlə birlikdə. Bəli, 14.000 mənim elmasım var. İndi bu 3.000-ini açaq və baxaq görək nə çıxır. Birinci paketdən çox bir şey çıxar deyil. Və açdıq. Niderland cımı 104 ya da 105'dir. 106. Oo, mənim ehtiyacım var idi buna. Yaxşı oldu bu. Başka paketlerimizden var paketlerimiz ama o kadar da sərfəli değil. Ona göre saxlamayacağım bir dənə bedava paketimiz de var. Bunu da açaq. Bundan da sensi çıxdı. Star Pass. Bundan bu kadar. Yani daha çox 7.000 və 100'lərə xərcləmək istəmirəm almasını. Ona görə də Daily Pix'dən bir dənə bir şey açaq. Yenə bedava Guardiola alaq. Guardiola alaq, bundan yaxşı pul çıxarmaq olar. 1800, 6000. Bunlardan hələ aça bilmirəm, çünki o qədər də puanım yoxdur. İndi 106'lıq cımımızı yerinə qoyaq. Evet, nə olmur? Qarşıyanı yerinə qoyum. Bunu da yerə açaq. Yox, lazım deyil. Mənə bir dənə qapıcı olsa yaxşı olar. Amma hələlik qapıcı çıxmır. Çıxsa da çox yaxşı olar. Lük məni biraz treyning eləyək. Max 16'ya qədər ilgib deyil. Nələr gedir arada. Maskerana falan gedə bilər. Ona görə çox eləmək istəmirəm. Maskerana getmir. Maskerana getmirsə onu da eləmək olar. Maskerana getmədi. Şutu 147, pası 96, driblingi 134, 145 də sürəti var. Əla. Lukmanı bir dənə daha rank up eləmək istəyirəm, amma 20%'dir, çox sınamaq istəyirəm əslində. Sınamaq istəyirəm. Elədim. Baxaq görək. Başarısızdır. Oo, 20%. 20%'la elədim. Oo, bu çox əla oldu. Oo, bu çox qəşəng oldu. 20%. Əla. 1000 elmas da buradan gəldi. Çox gözəl oldu bu. Və indi bir dənə oyunumuza keçək. Baxaq oyunumuz necə olacaq. Play. VS atak eləmək istəmirəm. Çıx. Lazım deyil, çıx. Kafa oynamaq istəyirəm. Ayda. Girmir. Çıx. Kafa. Amatör. 3. Çok zayıf bir rəqibimiz gəldi. Ama yəni də bu amatör 2'dir. Atakı 93'dür. Oruçlara görə bilmədim. Mənim kadromu şəkildə 105 gen olmuşam. Onunki isə 90. Onun Runisi yaxşıdır, amma o da çox yüksəldirib. Bəlkə də yüksəldilməyib, tam bilmirəm. Biraz mavi gördü. İndi oyuna başladıq. Del Piero, Lukman ilerleyir. Lukman'ın sizdə belə bir özelliği de var. O geçseydi 90% goluydu o. Ama indi ters ayaqla attım da. Bir mana verdik. Baxaq görək nə oyunlar çıxardacağıq. Boy. Gözəl bir zərbə vurdu, amma olmadı. Ayda, kəş Nvaneri toxunmayardı ona. Baxın.
Gördüyünüz kimi. İndi bu yaxın idi, ona görə də çox şey olmur. Amma yəni bir dənə göstərim. Başlasın. Rodrigo Vlahovic, Lukman Ali, Lukman aldı baxın. Anında yəni Pramay alır topu. Buradan. Oy oy oy, çox yaxın idi. Dostlar, mən bundanki oyunumda çox pis 9'luğun dirəyindən dönürdü. O üst dirəkdən dönən də olmuşdu hətta. Baxın. Of. Tərsə yaxın atıram, olmur. Bir dənə 5 güclüyə yaxına keçsə. Sürəti də çox yaxşıdır bu arada. Maradona verdi Lukman. Lukman biraz arxaya gələk. Lukman vur. Oy oy oy, görürsünüz. Və Nvaner də dəyişik bir qol ilə qolunu atır. Necə qol idi o, baxaq. Lukman vurur, 9'luğun dirəyində partlayır və Nvaner də tamamlayır. Mən orada offside kimi söylemiştim, amma offside değilmiş. Maradona aldı. Virmen ilerliyor. Virmen çəkdi sola. Bir plase. Of. Virmen də zərbələr yaxşı olur. Yəni qaldırdıq. Vur. Hayda. Olmadı. Kaç. Kulübali gel. Kulübali aldı. Kulübali. Del Piero. Hayda. Olmadı. Dəlini Vlahovic'dən Maradona oldu. Maradona. Of. O niye elə zərbə vurdu ki? Biraz pis zərbə idi, amma neysə. Düzəldə bilərik. Və birinci yarı bitir hələlik. İndi ikinci yarı başlayacaq. Lukman. Rooney başladı. Son verdi. Bellingham. Nvaner dedi ki, mən buradayam. Nvaner qaçır. Nvaner Maskeronadan alır. Nvaner gəlir. Nvaner'in plasesi və qol. Bu qədər asandır. Bu arada dostlar, Nvaner'i birinci aldığım 100 artı. Yəni 100 artı geniy oyuncu idi. Ona görə çox yaxşı oyunculardan biridir. Və çox da yüksəltmişəm. İndi də Silverist verdi Nvaner'i verdi. Ayda offside, yəni bıraq. İndi Mascherano verdi. Funti'dən nəsə Joan Garcia. Zeng. Maradona verdi Del Piero verdi Nvaner'i Zeng. Bu kadar. Dört 0 oldu indidən. Lukman'ı gözəl bir çalım ilə aldatdı. Kim elədi? Biz elədik. Ayda nə elədik biz? Neyse. Uzaklaştırdı da. Ayda Nvaner aldı. Lukman kaç. Lukman'a verdi. Lukman. Ayda. O offside olmasaydı. Bir power shot atardım ona. Lukman. Şu sıfırlandı. Ay yani bu. Elə də vurdular ki, elə bir gol olacaq. Lukman Capdevilla'dan ala bilmədi. Capdevilla ilerləyir. İndi Eriksen gəldi, Bellingham'dan aldı Eriksen. Valverde'dən də aldı Eriksen. Qəşəng. Vur. Of, o dirəkdə partladı. İndi Maradona ilerləyir. Maradona ilerləyir. Maradona. Ver də. O niyə oldu ki?
Biraz pis bir hadisə yaşandı. Nəysə. Gözü fontu aldı, verdi Virman. Ayda. Ha, yəni bitti. 4-0'lıq məğlubiyyət aldılar. Olsun, olsun. Öz kadrolar həqiqətən çox zəif idi. 90 gen idilər deyəsən. Yəni dostlar, gördünüz Lukmanın zərbələrini. Məncə deməyə ehtiyac yoxdur. Bu arada mən EFC neçə vaxtdan da oynamırdım, yaxşı oldu. Ödül verir. Voltamate. De Bruyne verdi. 21 səviyyə olduq. Ödülümüz 200 qızıl olmaz. İndi buradan da nə verir? 100.000 coin verir, olsun. Mənə dostlar gözəl bir qapçı lazımdır, yaxşı bir qapçı lazımdır. Kafa-kafayadan bir dənə də ödülümüz var. Deyəsən budur. Bəli. İndi görək, marketə girək. Oy. Çox yaxşılar. 1 milyara. Dembele'nin bu arada sürəti 200'e yaxın olmalıdır. Bu niyə bu qədər azdır ki bu? 126. Lukman yəni ondan daha tez qaçır, belə çıxır da. Onda bir dənə Dembele'nin son versiyasını alsaq nə olar? Son versiyası 2.6 milyona. Oy. Nə bilməyim. Nəysə. Pozisyon qapçı olsun. Axtar. Yəni o qədər də yox. 47 milyon bütçəm var mənim. 47 milyonu yaxşı qapçılar mən gördüm əslində. 104'lər falan var. Armani də var. 104. Artıq 105'dən tərəfə. Məncə yəni 47 milyonu xərcləməyə dəyməz. Paketlərdən çıxsa qapısı daha yaxşı olarasın sənin üçün. Amma yəni baxaq görək başqa nəyə xərcləmək bunları. Onu almazlar. Çünki 12 mindir da yəni. Xərcləsək mən də yaxşı olar. 14 minim var. 30 min, 60 min, yo. 14 minim var. Bir dənə 2500 alaq, 2500. Qalan 4000 qaldı. Ona da 3000 bir dənə paket asaq. Başqa bir şey işlə. Aha. 100 gəldi. Nəysə, olan şey dəyişilməz. Başqa dostlar, hələ vaxtımız var. Bir dənə VS atak eləyək. Bu arada dostlar, rəqib tapanda sizə deyəcəm. Və dostlar, rəqib tapdı. Bu mənim kadromdur. Belə bir kadrom var. 91 kadrosu var. Çox zəif qaldı mənim kadromda. Nəysə. Del Piero'dan bir dənə zərbə gələrmi buna? Gələr, əlbəttə gələr. Zing Del Piero şeylədi. Nvaneri zərbəsi dirəkdə partladı. Eriksen verdi Del Piero. Of. Güzel idi. Zing. Güzel bir zərbə oldu yenə. Dostlar, bu oyunda biraz qəribə oldu, amma yəni birdən rəqibin interneti falan kəsildi. Oyuna çıxdım, təzədən girdim, ona görə buraları kəsdim. Amma yenə də videomuz bu qədər idi. Videoma baxdığınız üçün çox təşəkkür edirəm. Zəhmət olmasa kanalıma abunə olub like atmağı unutmayın. Bir də abunə olanda orada zil kimi bir şey var. Onu da açsaz, ilk video atanda, mən atanda video siz xəbərdar olacaqsınız. Zəhmət olmasa onları da açsaz, daha çox sevinərəm. Görüşərik, hələlik, özünüzə yaxşı baxın.